Salam, hər vaxtınız xeyir olsun. Bu videomuzda indiyə kimi buraxılış və blok imtahanlarına düşmüş olan bərabərsizliklər mövzusuna aid olan sualların izahını verəcəm. Gəlin keçək testimizin izahına. Bir nömrəli suala deyir ki, bərabərsizliyin ən böyük tam həllini tapın. Kəsrin surətində verilmiş ifadəni vurğulara ayırsaq, x minus 4, x üzərinə gəlinsin 4 şəklində. Bölünsün x minus 4. Böyükdür 5x minus 16-dan. Buradan x minus 4'lər ixtisar gedəcək. Unutmayın ki, x 4 ola bilməz. Niyə? Məxrəc 0 edər deyə. Bunlar getdi qaldı x üzərinə gəlinsin 4. Böyükdür 5x çıxılsın 16-dan. Buradan mənfi 16-nı sola göndərsək 4 üzərinə gəlinsin 16 böyükdür. 5x çıxılsın x-dən. 20 böyükdür 4x-dən. Hər tərəfi 4-ə böləndə 5 böyükdür x-dən. Yəni x-imiz kiçikdir 5-dən. Bizə bərabərsizliyin ən böyük tam həllini soruşur. 5-dən kiçik ən böyük 4 var. Lakin 4 də götürə bilməyəcəyimizə görə ən böyük ədədimiz 3 olacaq. Düzgün cavab E variantı. 2 nömrəli suala deyir ki, bərabərsizliyini ödəməyən tam ədədlərin sayını tapın. Gəl ilk öncə bərabərsizliyimizi həll eləyək. Vurub atsaq 2x-in kvadratı üzərinə gəlinsin 4. 9x-i sola göndərəndə çıxılsın 9x. Üzərinə gəlinsin 3 böyükdür 0-dan. 2x-in kvadratı çıxılsın 9x. Üzərinə gəlinsin 7 böyükdür 0-dan. Buradan köklərimizi taparıq. Bərabərsizlik həll etmək üçün şagird kökləri tapmalıdır. Köklərin tapılmanın müxtəlif yolları var. İndi vurğulara ayıra bilərsən. Köklər hasilimiz burada nəyə bərabərdir? Köklər hasilimiz 3/5-ə, 7-ni 2-yə böldüm. Köklər cəmimiz isə ortadakını 2-yə böləcəm 4/5. O hansı ədədlərdir? Vuranda 3/5, toplayanda 4/5 edir. Onlar deyə bilərəm bunlardır. 1 ilə 3/5. Vuranda 3/5, toplayanda 4/5 edir. Ədəd oxumda bunları qeyd edirəm. 1-i də qeyd edirəm. 3/5-i də qeyd edirəm. İşarə təyin etməliyəm. X kvadratın önü müsbət olduğuna görə ən sağa müsbət yazılır. Sonra mənfi, sonra müsbət şəklində yazırıq. Bizə 0-dan böyük, yəni müsbət aralıqlar lazım olduğuna görə cavabımız mənfi sonsuzluqdan 1-ə, 3/5-dən müsbət sonsuzluğa doğru olacaq. Bizə ödəməyən tam ədədlərin sayını soruşur. Fikir versəz, daxil işarəsi yoxdur. Ona görə 1 daxil deyil, 3/5 daxil deyil. Elə bu da bizdən ödəməyənlər istəyirdi. Ödəyənlər sarı ilə rənglədiyim yerdir. Ödəməyənlər isə hal-hazırda mavi rəngdən işarələdiyim yerlər olacaq. Yəni 1 ödəmir. Burada kim var? 2 var, ödəmir. 3 var, ödəmir. Ödəməyən tam ədədlərin sayı 3 dənə. Düzgün cavab A variantı. 3 nömrəli suala baxaq. Bərabərsizliklər sisteminin ən böyük tam həllini tapın. Aşağıdakı bərabərsizliyi həll eləsək, deməli 2x çıxılsın 3 böyükdür 5x çıxılsın 18-dən. Mənfi 18-i sola göndərsəm 18 çıxılsın 3 böyükdür 5x çıxılsın 2x-dən. 15 böyükdür 3x-dən. Hər tərəfi 3-ə böləndə 5 böyükdür x-dən. Yəni x kiçikdir 5-dən. Yuxarıdakı bərabərsizliyi həll eləsək, hər tərəfi 2-yə vuraq ki, məxrəc kəsirdən azad olunsun. Olacaq 12x çıxılsın 2-yə vurduğumuz zaman 9x. Mənfi mənfiyə deyəcək toplam 3 böyükdür. 2-yə vurduğum zaman 4. 3x böyükdür 1-dən. 4-dən 3 çıxsaq 1 qalacaq. X də böyükdür 3-də 1-dən. 3-də 1-dən böyük 5-dən kiçik olmalıdır. Ən böyük tam həllini soruşur bizdən. Ən böyük 5-dən kiçik nə vardı? 4 vardı. Düzgün cavab A variantı. 4 nömrəli suala baxaq. Bərabərsizliyi həll edin deyir. Kəsrin surətini vurğulara ayırsaq. Məxrəc baxın. Kvadrat üstəgələk 9. Bu hər zaman müsbətdir. Cavabımız 0-dan kiçik olub, yəni mənfi olmağını istəyir. Demək ki, surət nədir? Surət mənfi olubdur. Yəni x-in kvadratı çıxılsın 9, 0-dan kiçik bərabərdir. Bunu vurğulara ayırsaq, x çıxılsın 3, x üzərinə gəlinsin 3 kimi. Köklərimiz buradan mənfi 3 ilə 3 olacaq. Bunu 0-a çevirən mənfi 3-dür. Bunu da 3-dür. Ədəd oxumda köklərimizi qeyd elədik. İşarə təyin eləməliyik. Kvadratın önü müsbət olduğuna görə ən sağa müsbət, sonra mənfi, sonra müsbət şəklində yazıram. Bizə 0-dan kiçik aralıqlar, yəni mənfi qoyduğumuz yerlər lazım olduğu üçün cavabımız mənfi 3 ilə
3 arasında olacaq. Düzgün cavab E variantı. 5 nömrəli suala baxaq. Bərabərsizliyi ödəyən natural həllərin cəmini bizdən soruşur. Bərabərsizliyin hər tərəfinə 0.5 əlavə edərək ki, bunlar getsin. Hər tərəfə 0.5 əlavə edirik. Oldu 0.8, kiçik bərabərdir 0.1x, kiçik bərabərdir 1,1-dən. Hər tərəf 10-a vursaq, 8 kiçik bərabərdir x-dən, kiçik bərabər 11-dən. X-in alacağı natural həllərin cəmini soruşur. X-imiz 8 ilə 11 arasında 8 alacaq, 9 alacaq, 10 alacaq, 11 dəyərlərini alar. Bunların hər birini toplasaq 38 olacaq. Düzgün cavabımız 5 nömrəli sualda 38. Gəlin baxaq 6 nömrəli suala. Bərabərsizliyini ödəyən x-in ən kiçik tam qiymətini bizdən soruşur. Mən 2-ni sola göndərəcəm. 3 minus 2 kiçikdir 3x minus 2x-dən. 1 kiçikdir x-dən, yəni x böyük oldu 1-dən. Ən kiçik tam ədəd nədir 1-dən böyük olan? 2 olacaq düzgün cavabımız. 7 nömrəli suala bir yerdə baxaq. Bərabərsizliyinin tam həllərinin sayını bizdən soruşur. Sistem bir bərabərsizlik həll etdiyimizə görə tapdığımız cavabları kəsişdirəcəyimizi unutmayın. Aşağıdakı bərabərsizliyi həll eləsək, 2x üzərinə gəlinsin 15, böyükdür 4x minus 5-dən. Burada mənfi 5-i sola göndərsək 20, böyükdür 4x-dən 2x-in çıxanda 2x. Hər tərəfi 2-yə bölsək 10 böyükdür x-dən, yəni x kiçikdir 10-dan. Surətdəki, yəni yuxarıdakı bərabərsizliyi həll eləsək, 2-ni vurub atsaq 2 dəfə 3-üm 6x, 2 dəfə 4-üm 8, böyük bərabərdir 4x üzərinə gələnsin 1-dən. Mənfi 8-i sağa göndərsək, 4x-i sola göndərsək, 2x böyük bərabərdir 9-dan, x böyük bərabərdir 4/5-dən. Cavabımız 4/5-dən böyükdür, 10-dan da kiçik olmalıdır. 4/5 ilə 10 arasında. Çünki 10-dan kiçik 4/5-dən böyük deyir bizə. Tam həllərin sayını soruşur. 5 ola bilər, 6 ola bilər, 7, 8, 9 olacaq. Deməli 1, 2, 3, 4, 5 dənə cavab ödəyir. Düzgün cavabımız A variantı. 10 nömrəli suala baxaq. Bərabərsizliyi ödəyən tam həllərinin hasilini bizdən soruşur. Modul bərabərsizlik həll edən zaman bir dəfə olduğu kimi açasınız bunu. Bax, görsən modullar belə yazılır. Olduğu kimi açıram. Bir dəfə də işarəni dəyişirəm və mənfi yazıram. Həm işarəni dəyişdim, həm mənfi yazdım. 5-i sola göndərəndə 10 çıxaq 5, mənfi 3x-i sağa göndərəndə 3x. 5 kiçikdir 3x-dən, x də böyükdür 5-i böləcəm 3-ə. Digərini həll etsək, mənfi 5-i sola göndərsəm 15 böyükdür 3x-dən, hər tərəfi 3-ə bölsək 5 böyükdür x-dən, yəni x kiçikdir 5-dən. Ödəyən tam ədədlərin bizdən sayını soruşur, hasilini soruşur. Nəzərinizə çatdırım ki, modul bərabərsizlik həll olunan zaman, əgər modul kiçik bərabərsizlik həll edirsinizsə, tapdığınız cavabları kəsişdirməlisiniz. Bu cavab 5-dən kiçiklərdir. Belə gedir. Bu 5/3, o da təqribən nə qədər eləyər? 1,10-dan neçədə, düzdürmü? 5/3-dən müsbət sonsuzluğa gedir. Kəsişməmiz 5/3 ilə 5 arasındadır. Burada olan ədədlər də kimdir? 5-i 3-ə böləndə 1,10-dan neçəsə uydurduq. 2 ola bilər bu aralıqda, 3 ola bilər, 4 ola bilər. Bunların hasilini soruşurdu. Cavabımız 24 D variantı. 9 nömrəli suala baxaq. 2x minus 3 kiçik bərabərdir 1-dən sağa göndərsək, 2x kiçik bərabərdir 4-dən ən böyük həlli bizdən soruşurdu. Düzgün cavabımız B variantı. 10 nömrəli suala baxaq. Bərabərsizliyi ödəyən tam ədədlərin cəmini soruşur bizdən. Bir dəfə yenə də deyirəm, olduğu kimi açırıq modul bərabərsizlikləri. Bir dəfə də işarəni dəyişib mənfi yazıram. Biri sağa göndərsək 2x kiçik bərabərdir 4-dən, x də kiçik bərabərdir 2-dən. Mənfi biri sağa göndərsək 2x böyük bərabərdir mənfi 3 üzərinə gələnsin 1-dən, 2x böyük bərabərdir mənfi 2-dən, x də böyük bərabərdir mənfi 1-dən. Cavabımız mənfi 1-dən böyük 2-dən kiçik olacaq. Mənfi 1-dən böyük 2-dən kiçik, mənfi 1 ilə 2 arasında kimlər var? Mənfi 1, 0, 1, 2. Bunların cəmini soruşur. Bunları gedəcək. Cavabımız 2 qalacaq.
Gəlin baxaq 11 nömrəli suala. Bərabərsizliyi həll edin deyir. Cavabımız müsbət olunmağı bizdən istənilir. Kvadrat hər zaman müsbətdir. Üzərinə 2 də gəldiyimiz zaman bu da müsbət eləyəcək, düzdürmü? İndi bu da müsbətdir və cavab necə olub müsbət çıxıb? Demək ki, bu da müsbət olmalıdır. Yazıram x-in kvadratı minus 9 sıfırdan böyük bərabər olmalıdır. Bunu burada vurgulara ayırsaq, 2x minus 3, x üzərinə gəlinsin 3 böyük bərabər 0. Köklərimizi tapsaq, köklərimiz mənfi 3 ilə 3'dür. Ədəd oxunda bu kökləri qeyd edirik. Mənfi 3'ü də qeyd edirəm. İşarə təyin eləməliyik. X-in kvadratın önü müsbətdir. Ya bura bax, ya burada x-lərin önlərinə bax. Sağa müsbət, sonra mənfi, sonra müsbət yazıram. Sıfırdan böyük, yəni müsbət aralıqlar götürdüyümüz üçün və daxil işarəsi də olduğuna görə cavabımız mənfi sonsuzluqdan mənfi 3'ə birləşir. 3 ilə müsbət sonsuzluq arasında olacaq. Düzgün cavabımız C variantı. 12 nömrəli suala baxaq. Bizə belə bir ifadə verilibdir. Daha sonra deyir ki, y minus 3x ifadəsinin ala biləcəyi ən böyük qiymət ilə ən kiçik tam qiymətin cəmini tapın. Fikir versəz, y ilə işləri yoxdur. X-i mənfi 3'ə vurublar. İndi şagirdlər nə edir? Adam var bunu x-i 3'ə vurur, alt-alta çıxır. Ya da ki, necə deyim, mənfi 3'ə vurub yerini dəyişir. Mənim məsləhətim mənfi 3'ə vurmaqdır. X-i nəyə vurassan? Mənfi 3'ə. Gəlin x-i mənfi 3'ə vuraq. Mənfi 3'ə vurduğumuz zaman müsbət 12 edəcək. İşarə dəyişir. Mənfi 3x. İşarə dəyişir. Mənfi 15. Niyə belə bir hal baş verdi? Çünki mənfiyə vurduğumuz üçün işarələri dəyişdik. Daha sonra y, bax, y-imiz nədən böyükdür? 3'dən böyükdür. Y-imiz böyükdür 3'dən. Bunu bu şəkildə yazdım ki, eyni hizada olsunlar. Y-imiz nədən kiçikdir? 7'dən. 7'dən də kiçikdir, belə yazdım. İndi bunları alt-alta toplayacağım. 12 ilə 7'nin toplamı 19, böyükdür. Y çıxaq 3x alt-alta topladım, böyükdür. Mənfi 15'in üzərinə 3 gələndə mənfi 12. Ən böyük qiymət ilə bizdən kiçik qiymətin cəmini soruşurdu. Ən böyük qiymət burada edəcək 18. Ən kiçik qiymətdə edəcək mənfi 11. Bunları toplayan zaman 7 cavabını alarıq. Gəlin baxaq 13 nömrəli suala. Bizə belə bir bərabərsizliklər veribdir. X-dən y-in hasilini bizdən soruşur. Bunları mən alt-alta yazsam. Bərabərsizliklərdə vurma zamanı şagirdlər alt-alta vurur adətən. Bu düzdür, amma mənfi verilən zaman qismən yanlışa yol verəsiniz. Ona görə də məsləhətim bu şəkildədir uşaqlar. Ola bilər misalı tez yazırsınız, tamam, amma mənfi olan zaman yanlışa yol verəsiniz. Demin də bunu eləsə, balınız havada gedəcək. Ona görə məsləhətim necədir? Vurma zamanı ərinməyib bir dəfə buna, bir dəfə altdakına vurun. Hər bir rəqəmi, gördüyünüz rəqəmi, yuxarıdakı bu rəqəmi, bax bu məsələn 3'ü götürsəm, 3 aşağıda olan hər bir rəqəmə vurulur. 3 dəfə 7'im neçə edir? 21. Kənara yaz. 3 dəfə 5'im 15. Yazdın kənara. İndi digərlərini vur. 6 dəfə 5'im 30. 6 dəfə 7'im 42. Yazdın kənara, əla. İndi bu ədədlərdən, indi x-dən y vurmalıyam axı. X-dən y vurursan, işarələrini də düzürsən. Bu ədədlərdən ən böyüyünü yazırsan sağa, ən kiçiyini də yazırsan sola. Belə baxanda 3 dəfə 5'im 15'dən gəlib, 6 dəfə 7'im 42'dən gəlib. Tamam, razıyam. Amma yenə də deyirəm, mənfi olduğu zaman mən dediyim bu yola məcbursan gələsən. Cavabımız 15 ilə 42 arasında olacaq. Düzgün cavab A variantı. Gəlin baxaq 14 nömrəli suala. Burada 2 minus 3 veriblər. Digərində isə 3 minus 2. Mən bunu da silib 3 minus x yazsam, amma qarşıya mənfi atmalıyam. Buradan bunlar hər ikisi eyni olduğundan bax, bir-birini götürdülər. Amma unutmayın, məxrəc 0 ola bilməyəcəyinə görə x 3 dəyərini ala bilməz. Əlimizdə qaldı x böyükdür. Deməli, mənfi 2. Cavabımız olmalıdır mənfi 2'dən müsbət sonsuzluğa. Lakin 3'ü ala bilmirik. Ona görə 3'ü ala bilmirik deyə mənfi 2'dən 3'ə birləşmə 3'dən müsbət sonsuzluğa olacaq. Mənfi 2 ilə 3 birləşsin 3'dən müsbət sonsuzluğa. Gəlin baxaq 15 nömrəli suala. 15 nömrəli suala baxaq. Bərabərsizliyi həll edin deyir. Deməli, ortaq məxrəc gətirsək biz buna. X-i 1'ə vursaq,
oldu x-də, x çıxaq 7 kiçikdir 0-dan. Bərabərsizlik necə həll olunur? Kəsrin surət və məxrəcini sıfıra çevirən qiymətlər tapılmalıdır. Yəni bir növ kökləri tapırıq. Məxrəci sıfıra çevirən qiymət x bərabərdir 0. Surəti sıfıra çevirən qiymət x bərabərdir 7. Ədəd oxunda bu kökləri qeyd edirik. 0-ı da, 7-ni də. İşarə təyin eləməliyik. X-in önləri müsbət olduğu üçün ən sağa müsbət, sonra mənfi, sonra müsbət. Bizə 0-dan kiçik, yəni mənfi qoyduğumuz aralıqlar lazım olduğundan cavabımız 0 ilə 7 arasında olacaq B variantı. 16 nömrəli suala baxsaq, bərabərsizliyin ən kiçik natural həllinin üzərinə 10 əlavə etsək neçə alınar? 14-ü sola göndərsək 3 kiçikdir x-dən. Ən kiçik natural həllimiz hal-hazırda kimdir? 4. Deyir ki, bunun üzərinə 10 əlavə etsək neçə alınır? 14 alınır. Düzgün cavab A variantı. Gəlin baxaq 17 nömrəli suala. Bizə belə bir şərt verilibdir. Bizə deyir ki, 1 bölək x ifadəsinin alacağı ən böyük müsbət, bir də ən kiçik mənfi həllinin hasilini bizdən soruşur. Necə yazacağım? Bu x-də 1-dir. Bir növü bunu tərsinə çöndəriblər. Şagird bilməlidir ki, bərabərsizlikdə ədədləri mən tərs çevirsəm, işarələr dəyişməlidir. Amma burada xüsusi bir nüans var. Ədədlər eyni işarələ olmalıdır. Məsələn, 3-də 1 normalda 5-də 1-dən böyükdür. Mən bunları tərs çevirsəm, 3 5-dən böyük yox, 3 kiçikdir 5-dən olmalıdır. Tərs çevirəndə işarələr də dəyişir. Amma yenə də deyirəm, ədədlərimin hər ikisi eyni işarəli olmalıdır. Hər ikisi müsbətdirsə dəyişə bilərəm, hər ikisi mənfidirsə dəyişə bilərəm. Yox, biri mənfi ədəddir, biri müsbət ədəddirsə, məsələn, belə olsun, belə. Biri mənfi, biri müsbətdirsə, mən bunu dəyişəndə işarə dəyişməz. Yəni, 3 kiçikdir, mənfi 5 yazsam, dəyişsəm, mənasız bir şey olacaq. Ona görə işarə dəyişimi baş verməsi üçün hər iki ədəd müsbət olmalıdır. İndi bizim bu x-imiz mənfi 7-də 1 ilə 4-də 1 arasında bir dəyər alır. Bu x mənfi də ola bilər, müsbət də ola bilər, heç bir fikrimiz yoxdur. Ona görə belə bir şey eləyək. X-imizi müsbət qəbul edib həll edək. X-imiz əgər müsbət olarsa, bu istənilən bir müsbət ədəd mənfi ədəddən böyük olduğuna görə bərabərsizliyin bu tərəfini həll etmirəm. Bax, müsbət qəbul elədiyim üçün istənilən müsbət bir ədəd mənfi 7-də 1-dən böyük olduğuna görə bu sol tərəfi saxladım. Gəl digər tərəfi həll edək. 2 kiçikdir 4-də 1-dən. Bunun kəsrə çevirib yerlərini dəyişsək, yəni tərs çevirsək, hər ikisi müsbət olduğu üçün tərs çevirəndə işarə dəyişilir. X-də 1 böyük olur 4-dən. Biz də 0-dan böyük qəbul eləmişdik. Ən böyük müsbət və ən kiçik bu sual test topusundan götürüldüyü üçün burada yanlışa yol veriliblər. Ən böyük müsbət yox, ən böyük mənfi tam həll. Bu sualda yanlış var. Ən kiçik müsbət. Çünki biz 4-dən böyük, ən böyük o qədər şey var ki, mən nə yaza bilərəm? Heç nə. Ona görə ən kiçik müsbət tam həll var. 4-dən böyük ən kiçik nə var? 5 var. Bunu tapdıq. Bəs əgər x-imiz mənfi olsaydı, indi də o şərtə nəzər yetirək. Əgər x-imiz mənfi olsaydı, istənilən bir mənfi ədəd, istəyir mənfi 3 olsun, mənfi 4 olsun, müsbət ədəddən kiçik olduğuna görə bərabərsizliyin bu tərəfini yox, digər tərəfini həll edəcəm. Mənfi 7-də 1 kiçikdir x-dən. Bunu tərs çevirsək, mənfi 7 böyükdür x-də 1-dən. Çünki tərs çevirsək, işarələr dəyişəcək. Mənfi 7-dən, deməli, x-də 1 kiçikdir mənfi 7-dən. Mənfi 7-dən kiçik ən böyük tam həllimiz nə ola bilər? Mənfi 8 olacaq. Demək ki, 5 tapdıq, bir də mənfi 8 tapdıq. Bunların hasilini bizdən soruşur. Mənfi 40 düzgün cavabımız olacaq. Gəlin baxaq 18 nömrəli suala. Bərabərsizliyini ödəyən neçə tam ədəd var deyə bizdən soruşur. 1 ilə 8-ə qədər 1, 2, 3, 4, 5, 6, 7. Sayı nə qədər oldu? 7 dənə ədəd. Düzgün cavab A variantı. 19 nömrəli suala baxaq. Bərabərsizliyini həll edin deyir. Kökün altındakı ifadə nəyin açılımıdır? Bu x-4-ün mötərizə kvadratı olarmı? Kvadrat kökün altından modulla çıxar. Surətdə oldu 4-2, məxrəcdə oldu modulda x çıxılsın 4. Üzərinə gəlinsin x-3-ün kvadratı kiçik bərabərdir 5-dən.
Burada bunlar gedəcək. Düzdür? İndi burada maraqlı cəhət nədir? Məxrəc 0 olmayacağına görə x-in 4-dən fərqli olduğunu kənarda qeyd eləməliyik. Bunlar getdiyi üçün 1 qalacaq. 1 üzərinə gəlinsin x minus 3-ün kvadratı kiçik bərabər 5-dən. 5-dən 1 çıxan nə qalacaq? 4 qalacaq. 2 minus 3-ün kvadratı kiçik bərabər 4-dən. 4-ü sola göndərsək, oldu x minus 3-ün kvadratı çıxaq 4 kiçik bərabər 0-dan. Müxtəsər vurma düsturu kimi açsaq bunu, 2 minus 3 çıxaq 2. Bir dəfə də 2 minus 3 üzərinə gəlinsin 2 şəklində yazdıq. Hər bir mötərizənin içərisini sıfıra çevirən qiyməti tapıb ədəd oxunda qeyd eləməliyik. Mənfi 3 ilə mənfi 2 mənfi 5 edəcək. Mənfi 3-ün üzərinə 2 gələndə mənfi 1 olacaq. Köklərimiz 1 ilə 5-dir. Ədəd oxunda 1 də qeyd olunur, 5 də qeyd olunur. İşarə təyin olunmalıdır. Qarşıları müsbət olduğu üçün müsbət, mənfi, müsbət. Bizə 0-dan kiçik, yəni mənfi aralıqlar lazım olduğuna görə 1 ilə 5 cavabımız olacaq. Düzgün cavab A variantı. Bax, çox üzr istəyirəm. Bayaq bura şey yazmışıq özümüz, 4 ola bilməz. Ona görə bu 4'ü almayacaq. 1 ilə 5'in arasında 4 var. O zaman 1'dən 4'ə alınmır. Sonra 4'dən 5'ə. Düzgün cavab E variantı. 20 nömrəli suala baxaq. Bərabərsizliyi ödəməyən tam ədədlərin sayını bizdən soruşur. Ödəməyənləri soruşur. Modulda x minus 2 kiçikdir. Bu ifadəni mən vurğulara ayırsam. Köklər hasilimiz mənfi 2. Bunu necə vurğulara ayırsam ki, sənə onu da göstərim. Köklər hasilimiz mənfi 2. Toplayanda 1 eləyən ədədləri tap hələ bizə. Toplayanda 1 eləsin. O zaman 2 ilə mənfi 1. Vuranda mənfi 2-ni ödəyir. Toplayanda bunun əksi 1-i ödəyir. Köklərimizi düz tapdığımız üçün sola göndərsək, 2 minus 2 vurğumuzdur. Mənfi 1-i sola göndərsək, 2 üstə gələk 1 də bizim vurğumuzdur. Buradan 2 minus 2'lər ixtisar gedəcək. Amma x2 ola bilməyəcək. Niyə? Bax, nəyi ixtisar edirəmsə, onu sıfıra bərabər edirəm tez. Görüm, ödəyir, ödənmir. x2 ola bilmir. Səbəbi ondan ibarətdir ki, 2 versək, bura 0 olur, burada 0 olur. 0 0-dan böyük ola bilməz. Böyük bərabər ola bilər. Ona görə bu götürülmür. Burada qaldı 1. X toplam 1. Yəni x üzərinə gəlinsin 1 böyükdür 1-dən. Bu bərabərsizliyi necə həll edirik? Bir dəfə olduğu kimi açırdıq. Bir dəfə də işarəni dəyişib mənfi yazırdıq. X böyükdür 0 oldu. Digərində x kiçikdir mənfi 2 oldu. Bu cür bərabərsizliklər, böyük bərabər olan bərabərsizliklər həll olunan zaman biz birləşmə götürməliyik. Cavabımız 0-dan böyüklər. Bu da düzdür. Mənfi 2-dən kiçiklər. Bu da düzdür. Amma 2 ala bilməz. Ona görə də 2, bu 0-dan müsbət sonsuzluğu içində 2 də var axı. Bu 2-ni ala bilməyəcək. Bizə bərabərsizliyini ödəməyən tam ədədlərin sayını soruşurdu. Burada daxil işarəsi olmadığından bu ədədlər də ödəmir. Almayacaq. Ödəməyənlər kimlərdir? Mənfi 2 ödəmir. Nağdı. 0 ödəmir. 2'mizin özü ödəmir. Bir də arada ödəməyənlər var. Bax, mənfi 1 var. Başqa nəsə var? Yoxdur. Tam ədədlərin sayına qədər oldu? 4 dənə. Düzgün cavab D variantı. 21 nömrəli suala baxaq. Bərabərsizliyimiz 0-dan böyük verilibdir. 3-dən pi çıxsa, pi 3,14 demək. Bu mənfi qalacaq. Necə olub ki, cavabımız müsbət çıxıb? Demək ki, aşağıdakı ifadə mənfidir. Yazıram kənardan, altdan. X-in kvadratı toplam 3x. Çıxılsın 10 kiçikdir 0-dan. Kökləri tapıb ədəd oxunda qeyd eləməliyik. Köklər hasilimiz mənfi 10 toplayanda mənfi 3 edən ədədlər mənfi 5 ilə 2'dir. Ədəd oxunu çəkirəm. Mənfi 5'i qeyd elədik, 2'ni də qeyd elədik. Bunların heç biri də almayacaq, bunu da yadımıza salaq. X kvadratın önü müsbət olduğu üçün müsbət, sonra mənfi, sonra müsbət şəklində yazırıq. Bizə 0-dan kiçik aralıqlar, yəni mənfi aralıqlar lazım olduğu üçün cavabımız mənfi 5 ilə 2 arasında olur. Düzgün cavab C variantı. Gəlin baxaq 22 nömrəli suala. Bərabərsizliyi ödəyən tam həllərin cəmini bizdən soruşur. İfadəmiz 0-dan kiçik, yəni mənfidir. Kvadrat hər zaman müsbət, üzərinə 6 da gəlsək, bu ifadə müsbətdir. Cavabımızın mənfi çıxması üçün demək digər ifadəmiz mənfi olub.
Yəni 1 çıxılsın 5 bölək x kiçikdir 0-dan. Burada orta məxrəc x olar. X-i 1-ə vursaq x çıxaq 5 kiçikdir 0-dan. Hər bir vurğu məxrəclə surət daxil olmaqla 0-a bərabər edib kökü tapar. X-imiz bərabərdir 0-a, x-imiz bərabərdir 5-ə. Ədəd oxunu çəkdik. 0-ı da qeyd edirik, 5-i də qeyd edirik. İşarə təyin eləməliyik. Qarşıları müsbət olduğu üçün müsbət, mənfi, müsbət bizə 0-dan kiçik aralıq, mənfi qoyduğumuz aralıqlar lazım olduğundan cavabımız 0 ilə 5 arasında olacaq. Ödəyən tam ədədlərin cəmini soruşur bizdən. Bu aralıqda kimlər var? 1 var, 2 var, 3 var, 4 var. Bunların da cəmi 10 edəcək. Gəlin baxaq 23 nömrəli sual. 23 nömrəli suala deyir ki, bərabərsizliyinin ən böyük tam həllini tapın. 57-ni sola göndərsəm 15 çıxılsın 57 böyükdür 4x üzərinə gəlinsin 3x-dən. Bunu da toplayanda 7x edəcək. 15-dən 57 çıxsaq nə qalar? Mənfi 42 qalacaq. 7-yə bölsək 2 kiçikdir mənfi 6-dan. Bizə deyir ki, ən böyük mənfi tam həllini tap. Ən böyük mənfi tam həllimiz mənfi 5 düzgün cavabımızdır. 25 nömrəli suala baxaq. Bizdə belə bir bərabərsizlik veribdir. Y-in ala biləcəyi tam qiymətlərin bizdən cəmini soruşur. Deməli, nə edəcəm? Y-in alacağı qiymətləri soruşmurmu? Mən buradan əlimdə x olduğuna görə x-i taparam. Mənfi 3x bərabərdir. Hər birini sağa göndərsəm, ya da elə belə eləyək. Mənfi 3x-in özünü sağa göndərək. 2y üzərinə gəlinsin 4 bərabər 3x-ə. İndi bax, 3x-in cavabı var əlimdə. Bunun hər tərəfini 3-ə vursaq, olacaq mənfi 6 kiçikdir 3x kiçik bərabər 12. Əla. 3x-in cavabı əlimdə oldu. Mənfi 6 kiçikdir 3x-in yerinə yazıram 2y üzərinə gəlinsin 4. Kiçik bərabər 12-yə. Hər tərəfdən 4 çıxacam. Olacaq mənfi 10 kiçikdir 2y kiçik bərabər 8-dən. Hər tərəfi 2-yə bölsəm olacaq 4. Bizə deyir ki, y-in ala biləcəyi tam qiymətlərin cəmini tapın. Mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3, 4. Bunların hər birini toplasaq geriyə 0 qalacaq. Gəlin baxaq 26 nömrəli suala. Bərabərsizliyinin natural həllərinin cəmini bizdən soruşur. Köklər hasilimiz 4 cəmi 5 eləyən ədədlər hansıdır? 1 ilə 4. Ədəd oxunda bunları qeyd edirəm. 1-i də, 4-ü də. Bunlar daxil olduğu üçün qaralayaq, sonra yadımızdan bir dənə çıxar. İşarə təyin etməliyik. Kvadratın önü müsbət olduğundan müsbət, mənfi, müsbət deyə qeyd edirik. Bizə 0-dan kiçik aralıqlar lazım olduğuna görə cavabımız 1 ilə 4 arasında olacaq. Natural həllərin cəmi 1, 2, 3, 4 bunları toplasaq 10 edər. Gəlin baxaq 26-da cavab 10 oldu. 27-ci sual. 27 nömrəli sualda deyir ki, bərabərsizliyinin tam həllərinin cəmini tapın. Bu bərabərsizliyi necə həll edirəm? Bir dəfə modulu müsbət götürək. Bir dəfə də modulu mənfi götürüb açaq. Müsbət götürsək, bax müsbət götürsək deyilən zaman ən çox yazılan səhv bilsən nədir? Demirəm, düşmür çox vaxt, amma bir gün düşsə, o boyda əziyyətin havaya gedəcək. Müsbət qəbul edirsəm deyirsəni, onu sözdə sadəcə saxlama. Deyirəm ki, 2 çıxaq 6-nı müsbət qəbul elədim, yəni x-i 6-dan böyük qəbul elədim, tamam mı? Müsbət qəbul eləsən olduğu kimi çıxacaq. Hər tərəfə 6 əlavə eləsən, 10 kiçikdir 2, kiçikdir 13-dən. X-imizin alacağı qiymətlər hansılar oldu? 12 olacaq, bir də 11 olacaq. Tapdığın cavablar 6-dan böyükdürmü? Bəli, o zaman götürməyə haqqım var. Vay o günə elə bir problemlər olur ki, tapdığımız cavab bundan uyuşmur. Ona görə deyirəm. İndi bu müsbət olsa belədir. Bəs mənfi olsa necə olacaq? Mənfi olsa tərsinə çıxar. 6 minus x kimi çıxacaq. Hər tərəfdən 6-nı çıxın. Mənfi 2, mənfi 2, 1. Hər tərəfi mənfiyə vursaq, işarədə dəyişəcək. Mənfi 1-dən böyük, 2-dən kiçik nə var? 0 var, 1 var. Düzdür? Amma bax, biz bunu mənfi qəbul eləmişik.
Yəni x minus 6-nı 0-dan kiçik qəbul eləmişik. X də kiçikdir 6-dan. Bəli, bunlar da 6-dan kiçikdir. Deməli, indi cavabımızı nə götürməliyik? Tam həllərin cəmini soruşur. Uşaqlar, birləşmə götürməliyim. Niyə? Ya belə olsa, ya belə olsa. Ya ilə əvəz eləyəcəyiniz suallarda hər zaman birləşmə götürülür. 11, 12, 0, 1. Bunlar topladığımız zaman cavabımız 11 toplam 12 toplam 1, 24 mi edər? Bəli. Düzgün cavab D variantı. Gəlin baxaq 28 nömrəli suala. Bərabərsizliyi ödəməyən tam ədədlərin cəmini soruşur. Ödəməyənlərin cəmini soruşur. İndikə belə eləyək. Bu bərabərsizliyi necə həll edəcəm? Kök tapmalıyam. Köklər hasilim 5 böl 2. X1 vur x2 3 onda 5 edər. 5'i 2'ye böləcək. 2 onda 5 üzr sayın. Köklər cəmimiz isə 3 onda 5'dir. Bu hansı ədədlərdir? Mən desəm ki, bunlardır, yalan demiş olmaram ki. Vuranda 2 tam onda 5. Toplayanda da 3 onda 5. Ədəd oxunda bunları qeyd edirəm. 1'i də qeyd edirəm. 2 tam onda 5 də qeyd edirəm. İşarə təyin eləməliyəm. Qarşısı müsbət olduğu üçün müsbət, mənfi, müsbət bizə 0-dan böyük, yəni müsbət qoyduğumuz yerlər lazım olduğu üçün cavabımız mənfi sonsuzluqdan 1'ə, mənfi sonsuzluqdan 1'ə birləşir 2,5'dən müsbət sonsuzluğa. İndi bizdən ödəməyənlər istəyir, düzdürmü? Ödəməyənlər kimdir? Onsuz da daxil olmadığına görə bu 1 də daxil deyil, 2,5 də daxil deyil. Ödəməyənlər 1 var. Sonra bu aralıqda kim var başqa? 2 var. Vəssalam, başqa da nəsə olduğunu görmürəm. Bunların cəmini soruşurdu. Cavabımız 3 olacaq. Gəlin baxaq 29 nömrəli suala. 29 nömrəli suala baxaq. Bərabərsizliyin 5-10 aralığına daxil olan tam həllərinin cəmini soruşur. Gəl bunu belə yazaq. Kvadrat hər zaman müsbət eləyər, düzdür. Kvadrat hər zaman müsbət eləyər. Cavabımız da müsbət olması üçün demək bizim bu altdakı məxrəzdəki ifadəmiz müsbətdir. Amma bir şey unutmayaq. X-ə 7 verə bilmərəm. Niyə? 7 versəm 0 edəcək. 0 0-dan böyük ola bilməz. Demək ki, məxrəcimiz müsbət olsun deyə x-imiz 5-dən böyük olmalıdır. Ona görə də 5-dən böyük olduğuna görə cavabımız 5-dən müsbət sonsuzluq olacaqdır ki, 7-ni ala bilmirik. 5-dən 7-yə, 7-dən müsbət sonsuzluğa. Burada çox qiymətlər var, amma bizə deyir ki, 5 ilə 10 arasında qısıtda. 5-i ala bilmirəm, 7-ni ala bilmirəm. Aldığım qiymətlər 6 var. 7-dən sonra kim var? 8 var, 9 var, 10 var, 11 var. Amma bu da şərt deyir ki, 10'u aşmayacaqdan. O zaman bunlar olacaq. Bunların cəmini soruşur bizdən. 6 ilə 8, 14 edər. 9 ilə 10, 19 edər. Bunları toplasaq 33. Burada üzr sayın 10 daxil deyildi deyə. Onu belə qoyaq, onu almır. O zaman 10 daxil deyil deyə bu 33 olacaq. Düzgün cavab 33 nədir? Bunları toplayanda 23 eləməlidir. Bəli, düzgün cavab D variantı. Gəlin baxaq 30 nömrəli suala. 30 nömrəli suala deyir ki, bərabərsizliyin həllər çoxluğu 3 ilə 6 parçasıdır. Bunu unutma. Kimsə bizim əvəzdən bərabərsizliyi həll edib və 3-6 aralığı alıb. Fikir versən, bayaqdan bizi bərabərsizlik həll eləyən zaman kök tapırdıq, ədəd oxunda qeyd edirdik. İstəyir bu 3-6-nı belə yox, belə də verə bilərdi. Bax, mənfi sonsuzluqdan 3-ə hələ daxil deyil. Birləşir 6-dan müsbət sonsuzluğa. Belə də versəydi, nəsə dəyişərdi mi? Dəyişməzdi. Nə anlamda deyirəm? Yəni, bu şəkildə də versə, sən nə edəsən? Demək ki, bu 3 ilə 6 sənin tənliyinin kökləridir ki, ədəd oxunda qeyd edib, cavabı belə alıb. Bunlar sənin köklərindir. Köklərindən biri 3'dür, digər kökün 6'dır. Köklər hasilimiz bura, köklər cəmimiz də bura olmalı deyildimi? 3 dəfə 6 18, demək köklər hasilim 18, cəmim isə 9 olmalıdır. Yazıram 2b minus 5 bərabərdir 9'a, 2b bərabərdir 14'ə, b də bərabər 7'yə. 8c minus 6 bərabərdir 18'ə, buradan 8c bərabər mənfi 6'nı sağa göndərsək, 18 ilə 6'nı toplayanda nə qədər edər? 24 edər. C də buradan 3 edəcək. Bizdən B və C parametrlərin qiymətlər cəmini soruşurdu. 7 ilə 3'ü toplayanda 10, C variantı. Gəlin baxaq 31 nömrəli sual. Bərabərsizliyin tam həllərinin sayını bizdən soruşur 31 nömrəli sualda. Nə edəcəm mən? Kök tapmalıyam.
Bunun hər tərəfini mənfiyə vursaq, x-in kvadratı çıxaq 2 kiçik bərabər 0 yazıram. Hər tərəfi mənfiyə vurdum. Bu 2 deyilən şey kök altında 2-nin mötərizə kvadrat deməkdir. Bunu müxtəsər kimi vurğulara ayırsam, x çıxılsın kök 2, x üzərinə gəlinsin kök 2 şəklində olur. Hər bir mötərizəni sin 0-a bərabər edib kök tapıram. Deməli, bir kökümüz kök altında 2 edəcək. Digər kökümüz mənfi kök altında 2 elədir. Ədəd oxunda mənfi kök 2-ni də müsbət kök 2-ni də qeyd edirəm. İşarələrimiz plus, minus, plus nəyə görə? Qarşısı müsbət olduğu üçün kvadratın önünün. Bizə sıfırdan kiçik aralıqlar lazım olduğuna görə, yəni mənfi qoyduğumuz yerlər lazım olduğu üçün cavabımız mənfi kök 2 ilə kök 2 arasındadır. Bərabərsizliyin tam həllərinin sayını soruşur. Kök 2-dən təqribən mənfi 1/5 çıxsın, özümüzdən uydururuq. Bu da 1/5 çıxsın. Burada mənfi 1 var, 0 var, 1 var. Tam həllərinin sayı 3 dənə olacaq. Gəlin baxaq 32-yə. 32 nömrəli suala baxaq. Bizə belə bir bərabərsizlik veribdir. Deyir 0,5 A-nın aralıqda yerləşdiyini tapaq. Hər tərəfi 0,5-ə vuracaq bunun xətrinə. 0,5-ə vurarsan, 0,5-ə vurarsan. 0,5 demək 2də 1 deməkdir də, düzdürmü? 2də 1-ə vurduğumuz zaman onu 2də 1-ə vursaz 5 qalacaq. 5 kiçikdir 0,5 A kiçik bərabərdir. 16-nı 2də 1-ə vuranda 8 edəcək. 0,5 A hansı aralıqda yerləşir? 5 ilə 8 arasında yerləşəcək. Düzgün cavabımız 5 ilə 8 arası. Gəlin baxaq 33 nömrəli suala. Bizə deyir ki, bərabərsizliyin ən böyük tam həllini tapın. 2-ni sola göndərsək, olur x toplam 1 bölünsün. 3x minus 2 çıxaq 2 böyük bərabərdir 0-dan. Ortaq məxrəc gətirsək bunu, 3x minus 2 surət olduğu kimi qalsa, çıxaq 2 deyəcək 3x-ə 6x, mənfi 2 mənfi deyəcək toplam 4 böyük bərabər 0-dan. Deməli oldu 4 ilə 1-i toplasaq 5 minus 5x bölünsün 3x minus 2 böyük bərabər 0-a. Hər bir vurğu 0-a bərabər edib kökümüzü tapaq. Məxrəci 0-a çevirən qiyməti tapsaq, x bərabərdir, belə yazaq yaxşı. 0-a bərabər edirəm, 3x bərabər 2-yə, x də bərabər 2 bölək 3-ə. Surəti də 0-a çevirən qiyməti tapsaq, x də bərabər 1-ə. Ədəd oxunda bunları qeyd edirəm. 3-də 2-ni də qeyd edirəm, 1-i də qeyd edirəm. Daxil işarəsi olduğuna görə surəti 0-a çevirən qiymət 1 daxil olacaq. Digəri daxil olmayacaq. İşarələrimizi təyin eləsək, x-in qarşısı mənfi olduğundan, digərində müsbət olduğundan, mənfini müsbətə böləndə mənfi edər. Ən sağa mənfi yazıram. Sonra müsbət, sonra mənfi. Bizə 0-dan böyük, yəni müsbət qoyduğumuz yerlər lazım olduğu üçün cavabımız 3-də 2 ilə 1 arasında olur. Ən böyük tam həlli soruşurdu bizdən. Cavabımız E variantı, yəni 1 olacaq. 34 nömrəli suala baxaq. Bərabərsizliyin ən böyük tam həllini bizdən soruşur. Kəsrin surət və məxrəcini 0-a bərabər edib kökləri tapmalıyıq. Məxrəci 0-a çevirən qiymət, surəti 0-a çevirən qiymət. Ədəd oxu çəkilir. Köklər qeyd olunur. İşarə təyin olunur. Qarşıları müsbət olduğuna görə müsbət, mənfi, müsbət bizə 0-dan kiçik, yəni mənfi aralıqlar lazım olduğu üçün cavab mənfi 7 ilə mənfi 5 arasında olacaq. Amma daxil işarəsi olduğuna görə mənfi 5 daxildir, amma 7 daxil deyil. Çünki məxrəci 0 edir. Cavabımız oldu mənfi 7 ilə mənfi 5, amma daxildir. Ən böyük tam həllini bizdən soruşurdu. Ən böyük tam həllimiz mənfi 5. Gəlin baxaq 35 nömrəli suala. Bərabərsizliyin 2 ilə 7 aralığına daxil olan tam ədədlərin cəmini bizdən soruşur. Belə yazaq, kvadrat hər zaman müsbətdir. 0-dan kiçik nə deməkdir? Mənfi deməkdir. O zaman deyə bilərəm ki, mənim məxrəcim mənfi olub. Çünki müsbəti mənfiyə böləndə mənfi edəcək. O zaman yazıram x minus 7 0-dan kiçik olmalıdır. Yəni x də 7-dən kiçik olmalıdır. Burada bir dənə xırda nüans nədir? Buna fikir verməlisən. Surəti 0-a çevirən qiymət 5-dir. X 5 ala bilməz. Niyə? 5 qoysam 5-dən 5 çıxanda 0, 0 da 0-dan kiçik olası deyil.
Ona görə x 5-dən kiçik olmaz. Cavabımız 7-dən kiçiklər olur, amma 5 olmaz. Yəni mənfi sonsuzluqdan 5-ə kimi. Sonra 5-dən 7-yə kimi olur. Yaxşı. Amma bu bizdən nə istəyir? 2 ilə 7 arasında olan kökləri bizdən tapmağımızı istəyir. 2 ilə 7 arasında bizdə qısıtlayırsa, bizdə kimlər var burada? 5 ilə 7, 5-i almıram, 7-ni almıram. Arada 6-nı alıram. 5-i almıram. Sola doğru gedək. 4 ala bilərəm, 3 ala bilərəm, 2 ala bilərəm, 1 ala bilərəm. Amma bu icazə vermir. Deyir 2-dən sonrakıları topla. Tamam deyirəm. Bunlar da cəmi lazım olanda 15 bizə cavabımız olacaq. Gəlin baxaq 36 nömrəli suala. 36 nömrəli suala baxaq. Bərabərsizliklər heyətinin mənfi sonsuzluğu, müsbət sonsuzluq olması üçün A parametrin ala biləcəyi tam qiymətlərin cəmini bizdən soruşur. Ümumiyyətcə, heyətin mənfi sonsuzluq, müsbət sonsuzluq olması nə zaman baş verir? Gəlin kənarda xırda bir nüansını sizə göstərim. 2 böyük bərabər 3 olsa, 2 kiçik bərabər 1 olsa, 3-dən böyüklər, o birisi də 1-dən kiçiklər. Heyətin birləşmə olduğunu yəqin ki bilirik. Bunları mən birləşdirsəm, əlimdə olanları birləşdirəcəm də. Olacaq mənfi sonsuzluqdan 1-ə kimi, 3-dən müsbət sonsuzluğa kimi. Bu ara boş qalacaq. Çünki bu ara heç birində olmadığına görə birləşməm mənfi sonsuzluq, müsbət sonsuzluq ola bilməz. Birləşməmin mənfi sonsuzluq, müsbət sonsuzluq olması üçün bunların arasında olan bu hissə qapanmalıdır. Ona görə də mənim bu 1-dən kiçik olan vəziyyətim yox, 3-dən kiçik olsaydı, 3-dən kiçikləri də götürsəydim, bəli, 3-dən kiçiklər, 3-dən böyüklər. Bu zaman mənfi sonsuzluq, müsbət sonsuzluq ola bilərdi. Hətta bu 3-ü aşsa 7 falan da olsa olar. Necə? 7-dən kiçiklər, 3-dən böyüklər. Bu halda da mənfi sonsuzluq, müsbət sonsuzluq olar. Çünki ortada bir qırılma yoxdur. Mənfi sonsuzluq, müsbət sonsuzluq olmağını bizdən istədiyi üçün qırılma baş verməməlidir. Yəni, qısacası bu şəkildə ola bilməz. 1-dən kiçiklər, 3-dən böyüklər. Arada qırılma olmaması üçün demək, burada duran ədəd ya 3-ün özünə bərabər olmalıdır. Yuxarıdakı ədədin özünə bərabər olmalıdır. Buna bir B, buna bir A desək. Ya A, B-yə bərabər olmalıdır. Ya da A, B-dən böyük olmalıdır ki, cavabımız mənfi sonsuzluq, müsbət sonsuzluq çıxsın deyə. İndi mənim bu ifadəm yuxarıdakı ifadəyə bərabər A kvadratı toplam 4A toplam 6 ya buna bərabər olmalıdır, ya da böyük bərabər olmalıdır. 2A kvadratı minus 3A toplam 16-dan. 2A kvadratından A kvadratını çıxsam A kvadratı. Mənfi 3A, 4A-nı sağa göndərsəm çıxaq 4A, 16 burada var. 6-nı sağa göndərsəm çıxaq 6 kiçik bərabər 0-dan. A kvadratı minus 7A toplam 10 kiçik bərabərdir 0-dan. Köklər hasilimiz 10 toplayanda 7 eləyəcək olan ədədlər 2 ilə 5-dir. Kökləri tapdıq, ədəd oxununda qeyd edirik. Plus, minus, plus işarələrini yazdıq qarşısı müsbət olduğu üçün. Bizə 0-dan kiçik aralıqlar lazım olduğundan cavabımız 2 ilə 5 arasında olacaq. A parametrin ala biləcəyi tam qiymətlərin cəmi 2-dir, 3-dür, 4-dür, 5-dir. Bu da edəcək toplam 14, yəni C variantı. Gəlin baxaq 37 nömrəli sual. 37 nömrəli suala baxaq. Bərabərsizliyini həll edin deyir. Mənfi bir mənfi olduğunu bariz göstərdi. 0-dan kiçik, bu da mənfidir. Cavabım necə olub mənfi olub? Demək, məxrəc müsbət olmalıdır. 2 minus x müsbət olmalıdır. 2 böyük olmalıdır x-dən. Yəni x kiçik olmalıdır 2-dən. Mənfi sonsuzluqdan 2-yə kimi B variantı. 38 nömrəli sualda deyir ki, 3y toplam 12 ifadəsinin qiyməti 9-dan böyük deyil. 9-dan böyük demək, 9-dan kiçik demək də deyil təkcə. 9-dan böyük deyil demək, 9-dan həm kiçikdir, həm 9-a bərabərdir də yazmalısan. 3y kiçik bərabərdir mənfi 3-dən sağa göndərəndə. Y də kiçik bərabərdir mənfi 1-dən. Cavabımız mənfi sonsuzluqdan mənfi 1-ə qədər olacaq D variantı. Gəlin baxaq 39 nömrəli və sonuncu sualımıza. Bizə belə bir ifadə verilibdir. Deyir ki, 4m çıxaq 5n toplam 3k ifadəsini alacağı ən kiçik tam qiyməti bizdən soruşur. Mən nə edəcəm bu ifadələrdə? Necə yazıram bunları?
M-i 4-ə vur deyir. Nə deyirsə sən onu eləməlisən. Deyir M-i 4-ə vur. Gəl bunun hər tərəfini 4-ə vurar. Oldu 4M böyükdür. 4-ü 3-ə vuranda 12. N-nı -5-ə vur deyir. Bunun hər tərəfini -5-ə vurarsan. -5n işarəyə dəyişir mənfiyə vurduğumuz üçün -25. Hər tərəfi 3-ə vurcunan. Oldu 3K böyükdür 33-dən. Bunu yazdım. İndi bunları alt-alta toplayıram. 4M çıxaq 5n toplam 3K böyükdür. 12 ilə 33-ü toplayanda 45. Bundan da 25 çıxanda 20 alır. Bu ifadəm 20-dən sonra ən kiçik hansı qiymət alar? 21. Düzgün cavabımız C oldu. Beləliklə bu izahında yekunlaşdırdıq. Növbəti videoda görüşənədək.